Salam, mən Ayda Marif ilə video dərslərimizə xoş gəldiniz. Bugünkü mövzumuz əvəzliyə aiddir. Birinci şəxs əvəzliyindən danışacağıq. Personal pronouns. Bu çox sadədir. Aşağı siniflərdə də öyrənirdik. Adlıq forması mən, sən, o, biz, siz, onlar. Cümlədə hər zaman mübtəda olur. Yəni birinci yerdə duran formada işlənir. I, mən, you, sən, he, kişi cinsində o, she, qadın cinsində o, it, cansız. Yəni cansız deyəndə bura heyvanlar və bitkilər də daxildir. We, biz, you, siz. Onlar cəm forma isə nəzərdə tutulanda artıq cins kateqoriyası olmur. Yəni kişi, qadın və cansız hər üçünün formasının cəmini yalnız biri ilə ifadə edirik, they. Obyekt forma isə cümlədə tamamlıq olan formasına deyirik. Kimi, nəyi sualına cavab verir. Me, məni, you, səni, him, onu, her, ona, onu, it, ona, onu, our, bizə, bizi, you, sizə, sizi, them, onlara, onları. Burada qeydlərə diqqət etmək lazımdır. Birincisi, əgər and bağlayıcısı ilə bağlanan mübtədalar varsa, they əvəzliyi ilə əvəz olunmalıdır. Leyla and Ayten are teachers. They are teachers. And bağlayıcısı ilə bağlanan mübtədalardan hətta biri I şəxs əvəzliyi ilə olarsa, bir öyrənmişik ki, misal üçün I am deyək də. Amma iki mübtəda varsa I are olacaq. We are teachers. Ayten and I are teachers. We are teachers. Və I şəxs əvəzliyi olarsa, we ilə əvəz olunmalıdır. We are teachers. Və you olarsa, bilirsiniz ki, sən və siz eyni şəkildə yazılır, tərcüməsi fərqlidir. And bağlayıcılardan biri you, yəni sənin you'su olarsa, you siz olanla əvəz olunur. Ayten and you are teachers. Burada you sən deməkdir. Ayten və sən müəlliməsən. Siz müəlliməsiniz artıq tərcümədə. You are teachers. Yəni biri you'dursa, sənin you'sundursa, digər ümumi olaraq siz olaraq getməlidir. Siz müəllimsiniz. Bu şəxs əvəzlikləri haqqında. İndi isə keçək yiyəlik əvəzlikləri haqqında. Possessive pronouns. Yiyəlik əvəzlikləri whose sualına cavab verir. İki forması var, asılı və müstəqil forması. Asılı mütləq özündən sonra isim tələb edir, müstəqil isə isimsiz işlənir. Asılı yiyəlik əvəzlikləri my, mənim, your, sənin, his, kişi cinsində onun, her, onun, its, onun, our, bizim, your, sizin, their, onların. Müstəqil isə qeyd etdiyim kimi isimsiz işlənir. Mine, mənimki, yours, səninki, his, onunki, hers, onunki, its, onunki, ours, bizimki, yours, sizinki, theirs, onlarınki. Diqqət etdinizsə, his və its hər ikisində eynidir. Əgər özündən sonra isim gələrsə asılı, özündən sonra isim gəlməzsə müstəqil kimi qəbul olunur. Növbəti əvəzliyimiz qayıdış əvəzliyidir. Reflexive pronouns. Qayıdış əvəzliyi cümlənin mübtədasına uyğunlaşır. Yəni cümlənin mübtədası hansı ilə yazılmışdırsa, ona uyğun qayıdış əvəzliyi yazılır. I, myself, you, yourself. Yəni cümlənin mübtədasına he yazıb da gedib myself ilə cümləni bitirmək olmaz. Hansı mübtədanı yazmısınızsa, ona uyğun qayıdış əvəzliyini də yazmalısınız. He, himself, she, herself, it, itself. Yəni özüm, mən otağı özüm yığışdırdım. Belə tərcüməsini verir. We, ourselves, you, yourselves, they, themselves. Mübtəda şəxs əvəzliyi ilə ifadə olunmadı. Bəs ondan eynirik? O zaman şəxs əvəzliyinə uyğununu tapırıq. Qadın adları olarsa herself, kişi adları olarsa himself, cansızlar olarsa itself, cəm isimlər olarsa isə themselves yazırıq. Yəni cəm isimləri they olaraq qəbul edirik, qadın adlarını she olaraq, kişi adlarını da he olaraq qəbul edirik. Cansızları da əlbəttə it olaraq qəbul edirik. Keçək əsas məsələyə, cümlədə xitab olarsa nə olur? Əgər cümləmizdə xitab bilirik ki, müraciət olunan şəxsi bildirir və mübtədadan vergüllə fərqlənir. Və əlbəttə ki, müraciət olunan şəxs olaraq fərqlənir, intonasiya fərqi ilə. Əgər xitab təkdirsə yourself, xitab cəmdirsə yourselves şəklində olur. Deməli, Ayten cleans windows herself. Ayten
pəncərələri özü təmizləyir. Gördüyümüz kimi burada Aytən cümlənin mübtədasıdır. Amma indi Aytən clean windows yourself. Aytən pəncərəni özün təmizlə. İndi mən burada Aytənə müraciətlə dedim. Baxın, burada herself dedim, çünki cümlənin mübtədası idi. Burada isə yourself, çünki cümlədə xitabdır və bir nəfərdir. Bir nəfər olan xitabda yourself işlənir. İndi deyirəm, boys did their homework themselves. Oğlanlar tapşırıqlarını özləri edirlər. Cümlədə oğlanlar mübtədadır. Boys do homework yourselves. Oğlanlar tapşırıqlarınızı özünüz edin. Bu halda vergüllə ayrılmışdır. İntonasiya fərqindən də bilinir ki, cümlənin xitabıdır. Deməli, cəmdədir. Cəmdədirsə, yourselves şəklində yazmalıyıq. Let's kimi başlanan cümlələr let us şəklində açılış olunur və ourselves-dən qayıdış əvəzliyi işlənir. Digər bir əvəzliyimiz işarə əvəzliyidir, demonstrative pronoun. İşarə əvəzliyimiz this-dən sonra tək isim gəlir, yaxındakı tək əşyanı bildirir. This book, yəni əlimin altında yaxında tək olan bir kitabdır. This cəm olanı bildirir və yaxında əlimin altında olan çoxlu kitabları bildirir. Cümlədə here, over here varsa, bununla mütləq ismə uyğun this və this işlənməlidir. Çünki here və over here buranı, yaxını bildirir. Əgər mən cümləmdə indiki və yaxın gələcəkdən bəhs edəcəmsə, o zaman da this və thisdən istifadə edəcəm. Cümlədəki ismə uyğun olaraq təbii ki. Cümlədə that varsa, tək ismi bildirir və uzağı bildirir. Yəni, yaxın məsafədən əl məsafəsindən uzaqdır. Those varsa, cəm ismi bildirir və uzaqdakı çoxlu əşyaları bildirir. That book, those books. Cümlədə there, over there kimi sözlər varsa, ismə uyğun şəkildə that və those yazılmalıdır. Çünki there və over there sözləri orada tərcüməsini bildirir, uzağı bildirir. Və zaman mənasında əgər keçmiş zamandan bəhs ediriksə, biz that və those kimi sözlərdən ismə uyğun şəkildə istifadə etməliyik. Və xülasə, nəticə olaraq baxırıq. This-dən sonra tək isim, that-dən sonra tək isim. These-dən sonra cəm isim, those-dən sonra cəm isim istifadə olunur. This və these yaxını, that və those uzağı bildirir. Beşinci isə qeyri-müəyyən əvəzliklərdir, indefinite pronouns. İndi baxırıq bunlara. Some bir neçə deməkdir. Something nəsə, someone kimsə, somebody kimsə, somewhere harasa. Yadımızda saxlayırıq ki, bu sözlərdən sonra isim işlənməz. Lakin əgər some tək işlənibsə, some'dan sonra ya cəm isim işlənəcək, some'dan sonra ya sayılmayan isim işlənəcək. Some'dan sayılan tək isim olmaz. Sayılan tək isimlə an article işlənir. Misal üçün deyirəm, a book, an apple. Gördüyümüz kimi sayılan tək isimlə və an article işlənir. Cəm isimlə some, sayılmayan isimlə some işlənir. Nəqli cümlə. Some books, some coffee. Adətən nəqli cümlədə belə deyək. Əgər sual cümləsi can və would ilə başlayarsa, o halda sual cümləsində də some işlənə bilər. Amma sual cümlə can və would ilə başlanmalıdır. Can I have some coffee? Xahiş və təklif bildirir. Would you like some coffee? Xahiş və təklif bildirən cümlələrdə some sual cümləsində də iştirak edə bilər. Any, heç biri deməkdir. Anything, heç nə, anyone, anybody, heç kim, anywhere, heç yer. Bu sözlərdən sonra isim işlənməz. Amma any özü tək gələrsə, any'dən sonra ya cəm isim, ya sayılmayan isim işlənəcəkdir. Lakin any'dən sonra yenə some'da olduğu kimi sayılan tək isim gəlməz. Sayılan tək isimlə an article işlənir. Any books, any coffee. Any sual və inkar cümlələrində işlənir. Some nəqli cümlədə işlənirdi. Any isə sual inkar cümləsində işlənir. I haven't got any money. Heç pulum yoxdur. Tərcüməsi belə gedir. Some isə sual cümləsində yalnız can və would-la başlayan sual, təklif və xahiş cümlələrində işlənə bilir sual formatında. Sizə dərsi izah etdim. Mən Ayda Marif.